Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən səhifə 14-dəki tapşırıqların izahlarına baxacağıq. 6 nömrəli tapşırıqdan başlayaq. Yazılıb ki, əküb AB-ni tapın. Baxın, A və B ədədlərini hazır sadə vurğulara ayırıblar və sadə vurğuların nahasili şəkildə göstəriblər. Biz buradan bu ədədlərin əkübünü tapmalıyıq. Yazıram, əküb AB. Bu ədədlərin hər hansı birində olan sadə vurğuları yazıram. Yəni o sadə vurğuların hasilini yazıram. Sonra baxıram digərinə. Digərinin sadə vurğularından hansı burada yoxdursa, onları da əlavə edirəm. Baxın, birinci A ədədinin sadə vurğularının hasilini yazıram. 2 vur, 3 vur, 5. Sonra baxıram, B-nin sadə vurğularından hansı burada yoxdursa əlavə edirəm. 2 burada var, 3 də var, 7 yoxdur. 7 yoxdursa 7-ni əlavə edirəm. Hasili tapıram. 2 vur 3, 6. 6-nı 5-ə vuranda alınır. 30. 30-u da 7-yə vuranda alınır. 210. Deməli, bu ədədlərin əkübü 210-a bərabərdir. Keçək B variantına baxaq. B variantında da eyni zamanda belə A və B ədədlərini sadə vurğuların hasili şəklində veriblər. Buradan biz bu ədədlərin əkübünü tapmalıyıq. Birinci A ədədinin sadə vurğularının hasilini yazıram. 2 vur, 2 vur, 5 vur, 5. Sonra baxıram B-nin sadə vurğularını. B-nin sadə vurğularının hansı yoxdursa əlavə edirəm. 2 burada var. 5 burada var. Sonra bu ikinci 5 burada var. 7 yoxdur. 7 yoxdursa 7-ni mütləq əlavə etməliyim. Əlavə etdim. İndi hasili tapıram. 2 vur 2, 4. 4-ü 5-ə vuranda alınır 20. 20-ni 5-ə vuranda 100. 100-ü 7-yə vuranda alınır 700. İndi keçək C variantına baxaq. C variantında da bu ədədlərin əkübünü tapan zaman birinci hər hansı birinin fərqi yoxdur. Birinci B-nin də sadə vurğularını yaza bilərəm. A-nı da yaza bilərəm. Birinci A-nın sadə vurğularının hasilini yazıram. 3 vur 3 vur 5 vur 11. Sonra baxıram B-nin sadə vurğularının hansı yoxdur. 3 var. 5, birinci 5 var, amma ikinci 5 yoxdur. Bir dənə 5 var, amma orada görürüz ki 2 dənə 5 var. Deməli, bir 5-i də əlavə etməliyəm. Əlavə etdim. 11 də 2 var. İndi gəlin hasili tapaq. 3 vur 3 9. 9-u 5-ə vuranda alınır 45. 45-i 11-ə vuranda alınır 495. 495. Bunu da vuraq 5-ə. 5 dəfə 5, 25 yazırıq 2 yadda. 5 dəfə 9, 45 üstünə 2 yanında 47 yazırıq 4 yadda. 4 dəfə 5, 20. Üzərinə 4 gələndə 24. 2475. Belə. C variantındakı ədədlərin də əkübünü tapmış olduq. Keçək 7 nömrəli tapşırığa baxaq. 7 nömrəli tapşırıqda deyilir ki, əküb və əbobun xassələrindən istifadə etməklə tap. Əküb və əbobun xassələrindən istifadə etməklə tap. Gəlin tapaq. Deməli, əküb və əbobun hasili verilir. Baxın, birincidə eyni ədədlərdir. 20 və 25. 2 dənə eyni ədədin əkübü ilə əbobunun hasili bizə verilib. Biz belə bilirik ki, belə bir düstur bilirik ki, əkübün və əbobun xassəsidir. Əküb AB vurulsun, əbob AB bərabərdir A vurulsun B. Yəni, eyni ədədlərin əkübü ilə əbobunun hasili elə həmin ədədlərin özünün hasilinə bərabərdir. Baxın, burada da eyni ədədlərdir. 20 və 25. Bu ədədlərin əkübü ilə əbobunun hasili ilə bu ədədlərin özünün hasilinə bərabərdir. Yəni, 20 vur 25-ə bərabərdir. Bu da bərabərdir 500. Deməli, əküb 20, 25 vur əbob 20, 25 bərabərdir 20 vur 25. O da bərabər olur 500. Keçək aşağıdakına baxaq. Baxın. Sürətdə yazılıb 41 vur 42. Məxrəcdə də yazıb əküb 41, 42. 41 ilə 42 ardıcıl ədədlərdir. Buna görə biz deyə bilərik ki, bunlar qarşılıqlı sadədir. Çünki bilirik ki, ardıcıl ədədlər qarşılıqlı sadə olur. Qarşılıqlı sadə olduğuna görə də bizə bilirik ki, qarşılıqlı sadə ədədlərin əkübü bu ədədlərin hasilinə bərabərdir elə. Qarşılıqlı sadə ədədlərin əbobu 1 olur, əkübü isə elə bunların hasili olur. Yəni 41 ilə 42 qarşılıqlı sadədir, ona görə də bunların əkübü ilə bunların hasilinə bərabərdir. Yəni 41 vur 42 bərabərdir. Burada da ixtisarlar gedir, 42 ilə 42 ixtisar gedir, 41 ilə də 41 ixtisar gedir, qalır 1. Belə. Keçək digər tərəfə baxaq. Gəlin bura baxaq. Burada da əküb AB vurulsun əbob AB bərabərdir AB ilə yazırıq. Eyni ədədlərin, yəni 16 ilə 5-in əkübü ilə əbobun hasili
Elə 16 vur 5-ə bərabərdir. 16-nı da 5-ə vuranda 80 alınır. Belə. İndi digərinə baxaq. Sürətdə yazılıb 12 vur 18, məxrəcdə də yazıb 12 ilə 18-in əbobu. 12 ilə 18-in əbobunu gəlin tapaq. Hər ikisini sadə vurğulara ayırırıq. 12 2-yə bölünür 6 dəfə, 6 2-yə bölünür 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. 18 2-yə bölünür 9 dəfə, 9 3-ə bölünür 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. Əbob tapan zaman bilirik ki, ortaq vurğuların hasilini tapırıq. Baxın, yazıram burada. Əbob 12 18 bərabərdir. Hər ikisində olan vurğular 2. Hər ikisində var 2 vur olsun. Başqa bu 3 hər ikisində var. Vur 3. Elə də 6. Deməli, bu ədədlərin əbobu 6-ya bərabərdir. Yəni, məxrəcdə nə yazmalıyıq? 6 yazmalıyıq. Məxrəcə 6 yazıram. Sonra buradan da ixtisarlarımı aparıram. Baxın, 6 ilə 12 ixtisar gedir. 6 6-ya bölünür 1 dəfə, 12 6-ya bölünür 2 dəfə. Sürətdə qalır 2 vur 18, yəni 36. Məxrəcdə qalır 1. 36-nı da 1-ə böləndə qalır 36. Belə. İndi davam edək 8 nömrəli tapşırığımız ilə. 8 nömrəli tapşırıqda nə deyib? Əbob və əkobun xassələrindən istifadə etməklə məhsulu tapın. Yenə də burada diqqət etsəz, eyni ədədlərin, yəni 24 ilə B-nin əkobunu və əbobunun qiymətlərini bizə veriblər, bizdən B-ni soruşurlar. Belə olan halda mənim ağlıma tez əbob və əkobun xassələrindən həmin o düstur ağlıma gəlir. Əkob AB vurulsun əbob AB bərabərdir A vur B. Yəni, yaza bilərəm mən burada. Baxın, əkob 24 B vurulsun əbob 24 B. Bax, eyni ədədlərin əkobu ilə əbobunun hasili. Elə bu ədədlərin özünün hasilinə bərabərdir. Yəni 24 vurulsun B-yə bərabərdir. İndi gəlin verilən qiymətləri yerinə qoyaq. Əkob 24 B 72-yə bərabərdir. 72 vurulsun. Əbob 24 B də 12-yə bərabərdir. 72 vurulsun 12 bərabərdir 24 B-yə. Buradan B-ni necə tapırıq? Baxın, 72-ni 12 vurarıq, sonra bölərik 12. Belə də eləyə bilərsiniz, problem deyil. Amma hər iki tərəfdən baxın ixtisar apara bilərsiniz. Yəni ixtisar deməyim, xeyr, burada ixtisar olmur, kəsrdə ixtisar olur. Hər iki tərəfi, yəni belə deyim, eyni bir ədədə bölə bilərsiniz. Yəni baxın, 12 ilə 24-də apara bilərik. Amma gəlin bir dəfə nə olsun deyə, baxın, 24 24-də bölünür bir dəfə, 72 24-də bölünür 3 dəfə. Sol tərəfdə hansı vurğular qaldı? 3 vur 12 bərabərdir. Sağ tərəfdə qaldı 1 vur B, yəni B. Buradan tapdım ki, B bərabərdir 36-ya. B-ni tapdıq 36. Yəni 36 ilə 24-ün əbobu 12-dir, əkobu da 72-dir. Mən bu xassəyə əsasən B-nin qiymətini tapdım ki, B 36-ya bərabərdir. Sonra keçək digərlərində bu xassəyə əsasən yazaq. Eyni ədədlərin əkobu ilə əbobunun hasili ilə bu ədədlərin özünün hasilinə bərabərdir. Baxın, ikincisini yazıram. Əkob A 39 vurulsun əbob A 39. Bərabərdir A vurulsun 39-a. İndi qiymətləri yerinə qoyaq. A ilə 39-un əkobu nəyə bərabərdir? 195-ə yazıram. 195 vurulsun. Əbobu nəyə bərabərdir? Əbobu da 13-ə bərabərdir. Vurulsun 13 bərabərdir. Sağ tərəfi də olduğu kimi saxlayıram. A vur 39. İndi burada bərabərliyin hər iki tərəfini nəyə bölə bilərik? 39-a bölə bilərik. Dediyim kimi, yenə də burada da 195-ə 13-ə vurub, sonra aldığınız cavabı 39-a bölərsiniz, A-nı tapmış olarsınız. Amma daha sürətli eləyək deyə, belə eləmək məncə daha sərfəlidir. Bərabərliyin hər iki tərəfini 39-a bölürəm. Baxın, 39-a bir dəfə bölünür. 195 39-a neçə dəfə bölünür? 5 dəfə. Qalır burada 5 vur 13 bərabərdir. 1 vursun A, yəni A. A da bərabər olur 65-ə. A-nın qiymətini də tapmış olduq. Keçək digərdə baxaq. Baxın, yazıram. Əbob D 48 vurulsun əkob D 48 bərabərdir
48 ilə D-nin elə hasilinə bərabərdir. İndi qiymətləri yerinə qoyaq. EBOB D48 16, EKOB da 240. 16 vur 240. Sağ tərəfi də olduğu kimi saxlayıram. Baxın, hər tərəfi nəyə bölə bilərəm? 48-ə bölə bilərəm. 48 48-ə bir dəfə, 240 48-ə 5 dəfə bölünür. Qalır burada 16 vur 5, yəni 80 bərabərdir. 1 vurdu, yəni D-nin qiymətini də tapdıq. D 80-ə bərabərdir. 9 nömrəli tapşırıq ilə davam edək. Baxaq burada nə yazılıb. Deməli 3 dənə ədədi verilib. 3 dənə ədədin əbobu və əkobu. A variantına baxaq. Bilirsiniz ki, əbobu da əkobu da tapmaq üçün ədədləri sadə vurğulara ayırmalıyıq. Gəlin hər 3 ədədi sadə vurğulara ayıraq. 2, 2-yə 6, 2-yə 3, 3-ə 1. Sonra 48 sadə vurğulara ayırıram. 48 2-yə bölünür 24 dəfə. 24 2-yə 12. Belə. Sonra 72-ni sadə vurğulara ayırıram. 72 2-yə bölünür 36 dəfə. 36 2-yə bölünür 18 dəfə. Belə. Bu şəkildə sadə vurğulara ayırdım. Sadə vurğulara ayırandan sonra bunların əbobunu tapmaq üçün, baxın yazın burada əbob 24 48 72. Bu ədədlərin əbobunu tapmaq üçün biz hər üçündə olan sadə vurğuların hasilini taparıq. Yəni ortaq sadə vurğularının hasilini taparıq. Baxın, hər üçündə olanlar hansılardır? Gəlin seçək. 2 2 2. Hər üçündə var. 2-ni qeyd edirəm. Sonra hər üçündə olan vuruq. Baxın, 2 2 2 hər üçündə var. Yenə də bu 2-ni də qeyd edirəm. Sonra bu 2 hər üçündə var. Bunu da qeyd edirəm. Daha sonra 3. 3 də hər üçündə var. 3 də qeyd edirəm. Sonra bu ortaq sadə vurğuların hasilini tapıram. Bu da eləyir 24. Deməli, bu ədədlərin əbobu 24-ə bərabərdir. İndi gəlin bu ədədlərin əkobunu tapaq biz. Əkob 24 48 72. Əkob tapan zaman kitabda belə bir qayda keçmişik ki, birinci hər hansı ikisinin əkobunu tapırıq. Yəni 24 ilə 48-in əkobunu tapırıq. Sonra aldığımız cavab ilə 72-nin əkobunu tapırıq. Belə yaza bilərik. Başqa formada necə yaza bilərik? Gəlin elə yazaq. Üçünü birlikdə də yəni 2 dənəsini tapıb sonra həmin cavab ilə üçüncünün əkobunu tapaq. Elə etməsək də olar. Başqa formada necə eləyərik? Baxın. Birinci 24-ün, 48-in və yaxud da 72 fərqi yoxdur. Hər hansı birinin sadə vurğularının hasilini yazıram. 24-ü yazıram birinci. 2 vur 2 vur 2 vur 3. Sonra baxıram 48-in sadə vurğularından hansı burada yoxdursa əlavə edirəm. Baxın 3 dənə 2 burada var. 4-cü 2 yoxdur. Görürsünüz 48-in sadə vurğuları içərisində 4 dənə 2 var. 3 dənəsi burada var, 4-cüsü yoxdur, əlavə etdim. Sonra 3 var orada, 3 burada var deyə əlavə etmirəm. 72-in sadə vurğuları içərisində görürəm ki, 3 dənə 2 var. Həmin 2-lər burada var. Və 2 dənə 3 var. 3-lərdən biri var, biri yoxdur. Birini əlavə etməliyim. Etdim. İndi bunların hasilini tapıram. 2 vur 2, 4, 4 vur 2, 8, 3 vur 8, 24, 24-ü 2-yə vuranda alınır 48, 48-də 3-ə vuranda alınır 144. Belə. Əbobu da tapdıq, əkobu da tapdıq. İndi keçək digər B variantına baxaq. 3 dənə ədədin əbobunu və əkobunu tapaq. 3-ünü də sadə vurğulara ayırıram. 35 5-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 105 5-ə bölünür 21 dəfə, 21 3-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 210 2-yə bölünür 105 dəfə, 105 5-ə bölünür 21 dəfə, 21 3-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. İndi bunların əbobunu tapan zaman, baxın yazın burada əbob 35, 105 və 210. Hər üçünün
Sadə, hər üçündə olan sadə vurğuların hasilini tapırıq. Baxın, 5 hər üçündə var. Bu 5, bu 5, bu 5. Hər üçündə var deyə yazıram. Daha sonra hər üçündə 7 var. 7-ni də əlavə edirəm. Başqa ortaq sadə vurğuları yoxdur. 7 vur 5 eləyir 35. İndi keçək bunların əbobunu tapaq. Bağışlayın, əkobunu tapaq. Əbobunu tapmışıq artıq. İndi də əkobunu tapırıq. Əkobu tapan zaman dediyim kimi, istəsəniz əgər hər hansı bir 2 dənəsinin əkobunu taparsınız, sonra da aldığınız cavab ilə üçüncündə əkobunu taparsınız və yaxud da belə də eləyə bilərsiniz. Üçündə birlikdə tapın əkobunu. Yəni, məsələn, birinci başlayaq, 35-in sadə vurğularını yazıram, 5 vur 7. Sonra baxıram, 105-də hansı yoxsa əlavə edirəm, 210-da hansı yoxsa əlavə edirəm. 105-in sadə vurğularından 5 burada var, 3 yoxdur, 3 əlavə edirəm, 7 var, 7-ni əlavə etmirəm. 210-un sadə vurğularından 2 yoxdur, əlavə edirəm. 5 var, əlavə etmirəm, 3 var, əlavə etmirəm, 7 var, əlavə etmirəm. İndi bunların hasilini tapıram. 5 vur 7, 35, 35-i 3-ə vuranda alınır 105. 105-i də 2-yə vuranda alınır 210. Belə. Əkobu da tapdıq 210. Keçək C variantına baxaq. C variantına baxaq. Deməli, C variantında bizə də 3 dənə ədəd verib, onları da sadə vurğulara ayıraq. 120, 140, 120, 240, 360. Baxın. 120 bölünür 2-yə 60 dəfə. 62 bölünür 30 dəfə, 32-yə bölünür 15 dəfə, 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 240-ı sadə vurğulara ayıraq. 242-yə bölünür 120 dəfə, 122-yə bölünür 60 dəfə, 62-yə bölünür 30 dəfə, 32-yə bölünür 15 dəfə, 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. Daha sonra 360 2'ye bölünür 180 dəfə, 182'ye bölünür 90 dəfə, 92'ye bölünür 45 dəfə, 45 5'e bölünür 9 dəfə, 9 3'e bölünür 3 dəfə, 3 də 3'e bölünür 1 dəfə. Sadə vurğulara ayırdık. İndi gəlin bu ədədlərin əbobunu tapaq. Əbob 120, 240 və 360 bərabərdir. Hər üçündə olan sadə vurğuların hasilini seçək. 2, 2, 2. Hər üçündə var. 2-ni yazdım. Daha sonra bu 2, bunu da əlavə edirəm. Sonra bu üçüncü 2, bunu da əlavə edirəm. Daha sonra 3. Baxın, bu 3 hər üçündə var. 3 də əlavə edirəm. Başqa deməli. Bir də 5. Baxın, bu 5, bu da 5'dir. Bu da 5'dir. Hər üçündə o 5 də var. 5'i də əlavə etdim. Bərabər oldu. İndi bunların hasilini tapıram. Deməli, eləyir 8 vur 3, 24. 24 də 5'e vuranda 120. Bu ədədlərin əbobunu tapdım 120. İndi keçək ekobunu tapaq. Ekobu tapaq. Deməli, ekob. Ekobu tapan zaman da bir dəqiqə. Bunlar da silinir buradan. Bir dəqiqə. Ekobu tapan zaman da bilirsiniz də, hər hansı birinin sadə vurğularının hasilini yazıram. Digərini də bura əlavə edirəm. Digərlərini daha doğrusu burada 3 dənə olduğu üçün digərlərini də əlavə edirəm. Bərabərdir. İndi 120'nin sadə vurğularının hasilini yazıram. 2 vur 2 vur 2 vur 3 vur 5 yazdım. Sonra baxıram 240'ın sadə vurğularının hansı burada yoxdur. Baxın 240'ın sadə vurğuları içərisində 4 dənə 2 var. Amma burada 3 dənə 2'dir. Deməli, bir dənə 2'ni əlavə etməliyim. Etdim. Sonra 3 var, 3 burada da var, 5 var, 5 burada da var. Sonra 360'ın sadə vurğularına baxıram. 3 dənə 2 var, burada var. 5 var, 2 dənə 3 var. Amma burada bir dənə 3 var axı. Deməli, bir dənə də 3'ü də əlavə etməliyim. Vur 3. İndi bu hasili tapıram. Alınır 8 vur 3, 24, 24'ü 5'e vuranda. Neçə alınır? 120, 120'yi də 2'ye vuranda 240. 240'ı da 3'e vuranda 720. 720 alınır. Deməli, bu ədədlərin əkobu da 720'ye bərabərdir. Belə. Daha sonra davam edək. Sonuncu tapşırığımız 10 nömrəli tapşırıq ilə. 10 nömrəli tapşırığa baxaq. 10 nömrəli tapşırıqda deyilir ki, A dəyişəninin verilən bərabərliyi doğru edən 3 qiymətini
yazın. Burada diqqət yetirin. Baxın, A ədədi ilə 21 ədədinin əkobu A ədədinin özünə bərabərdir. Belə olan halda bir qayda yadınıza düşsün. Belə bir qayda demişdik ki, əgər bir ədəd digərinə bölünürsə, bu zaman əkob bölünənə bərabər olur, əbob da bölənə bərabər olur. Deməli, əgər verilən iki ədəddən hər iki ədədin belə deyim də, verilən iki ədədin əkobu və yaxud da əbobu bunlardan hər hansı birinə bərabər olursa, bunu görən kimi bu dediyim qayda yadınıza düşsün. Baxın, iki dənə ədəd verilib, A ilə 21. Əkob ədədlərdən birinə bərabərdir, yəni A-ya bərabərdir. Sonra B variantına baxın, iki dənə ədəd verilib, A ədədi ilə 28. Əkob bu ədədlərdən birinə, yəni 28-ə bərabərdir. C variantına baxın, iki dənə ədəd verilib, 36 ilə A. Burada da əkob bu ədədlərdən birinə, yəni A-ya bərabərdir. Bu zaman dediyim qayda tez sizin yadınıza düşsün. İndi gəlin qaydaya əsasən tapaq. Demişik ki, bir ədəd digərinə tam bölünürsə, bu zaman əkob bölünənə bərabər olur. Deməli, A ədədi 21-ə tam bölünür ki, A 21-ə bölünür ki, bunların əkobu da A-ya bərabər olub da, yəni bölünənə bərabər olub. Burada A bölünəndir, 21 isə böləndir. Deməli, 21-in bölünənlərini yazırıq. Hansı ədədlər 21-ə bölünür? 3 dənə qiymət yazmalıyıq. 21 özü 21-ə bölünür, yəni A 21 ola bilər. Daha sonra 42 21-ə bölünür. A 42 ola bilər. Sonra 63 də 21-ə bölünür. Ona görə də A 63 də ola bilər. Hər 3 halda, hər 3 ədəd ilə 21-in əkobu bu ədədlərin özünə bərabər olar, yəni A-nın özünə bərabər olar. Bunu istəsəniz yoxlaya da bilərsiniz. Sonra keçək B variantına baxaq. Baxın, bu ədədlərin əkobu 28-ə bərabərdir. Dedim axı, həmişə bölünənə bərabər olur. Deməli, 28 bölünəndir. Yəni, 28 A-ya bölünür. 28 A-ya tam bölünür ki, bunların əkobu da 28-ə, yəni bölünənə bərabərdir. A-nın qiymətlərini tapaq. 28-in A 28-in bölənləridir. Yəni, 28 hansı ədədə bölünür? 3 dənəsini yazaq. 28 2-yə bölünür. Daha sonra 4-ə bölünür. 7-yə bölünür, 14-ə bölünür və s. yaza bilərsiniz. Yəni, 3 dənəsini yazdım. Belə. Daha sonra keçək C variantına. Baxın, 36 ilə A-nın əkobu A-nın özünə bərabərdir. Deməli, burada A nədir? Bölünəndir. Baxın, yazıram A bölünsün 36. Hansı ədədlər 36-ya tam bölünür? Gəlin onları tapaq. 36 36-ya tam bölünür. Daha sonra 72 36-ya tam bölünür. 2 dəfə bölünür. Sonra 108-ə yaza bilərik. 108. 108 də 36-ya bölünür 3 dəfə. Deməli, əgər A bu ədədlərdən hər hansı biri olsa, bu şərt ödənəcək. Yəni, tutaq ki, A olsa 72, 36 ilə 72-nin əkobu bu elə 72-nin özünə bərabər olacaq. Çünki 72 36-ya tam bölünür. Belə olan halda 72 bölünən olur. Biz də demişik ki, bir ədəd digərinə bölünürsə, bu zaman əkob bölünənə bərabərdir. Belə. Deməli, səhifə 14-dəki tapşırıqların sonuna gəldik. Sizdən bir xahişim olacaq ki, kanala abunə olun. Videoları bəyənməyi də unutmayın. Sağ olun.